Herkese salamlar. Vlogumuza market alışverişi ilə başlasaq da, bu vlogda həm sizə yay üçün aldığım bir-iki paltarı göstərəcəm. Eyni zamanda da bu vlogumuz əsas bizim Lənkəran vlogudur. Market alışverişimizin də əsas məqsədi həm evə lazım olan məhsulları almaq, eyni zamanda da yol üçün atışdırmalıqlar almaqdır. Qabartma tozu 3-dən götürün. Bunu 2-dən götürsəm bəs deyir. Tarixləri sonra keçir. Bu vlogu editləyəndə artıq sizin üçün 2 dənə vlogum hazırdır. Daha doğrusu mən çəkmişəm qəşəng kadrlar, çox maraqlı vloqlar, amma ki hələ editləyirəm. Əgər kanalıma hələ abunə deyilsinizsə mütləq şəkildə abunə olun. Çünki gələn vloqda sizə elə gözəl əşyalar göstərəcəm, elə gözəl yerdən sifariş eləmişəm ki, yəni bu vaxta qədər heç sifarişim olmayıb, ilk sifarişimdir. Neçə vaxtdır vloqlarımın altına belə rəylər gəlir ki, Əzizə xanım, əvvəl market alışverişi edirdiniz, əvvəl evdə yemək bişirirdiniz, əvvəl kargo açırdınız, amma indiki vloqlarınızda bunlar yoxdur. Görə də həm sizlərə, həm də özümə söz verdim ki, bu istədiyiniz şeyləri hər vloqumda inşallah ki görəcəksiniz. Demək qızlar, o xırçıltılı o KFC istəcəklərini eləyəndə həmişə bundan alıram, amma bu da var. Ya bu, ya nəsə də mısır, qarğıdalı nişastası lazımdır. Birini götürəcəm indi. Yuyucu tozdur, belə böyük tualet kağızlardır. Bunları həmişə çalışırıq ki, endirimdə alaq. Çünki endirimdə alanda həqiqətən də çox sərf eləyir. Və adətən yuyucu toz mən bu Persildən alıram. 10 kiloluqdur. Nə bilim 4 ay, 5 ay hətta gedə bilir. Buradan bir super kontik götürdüm və mənə elə gəlir ki, uşaqlığımdakı dadlardan bəlkə də yeganə məhsul olar ki, bu super kontik öz dadını qoruyub saxlaya bilib. Yəni ən azından mən belə düşünürəm. Laktoza qarşı həssaslığım olduğuna görə süd məhsulları içən kimi, yeyən kimi mən o dəqiqə köpürəm. Əslində yayda mayonezdən istifadəni minimuma endirirəm. Yəni yayda istifadə etməyi çox da sevmirəm. Amma bu dəfə dürüm üçün lazım olacaqdı deyə götürdüm. Ən sevdiyim qızlar dondurma. Ən sevdiyim qiyməti budur. Özümə şey götürməliyəm də oradan. Endirmə düşüb özdə. Bunlar. Diş fırçasını elə bildim endirimdədir. Düzdür aldıq, amma ki qızlar kassadan sonra gördük ki, əslində endirimdə deyilmiş. Baxmayaraq ki, üstündə hələ tarixi var idi ki, ayın 27-sinə qədər keçərlidir bu endirim, amma bilmədim ki, niyə belə oldu. Maraqlıdır, görürsən sizin də başınıza gəlib belə bir şey. Məhsulu görürsünüz endirimdədir, amma kassada görürsünüz ki, əslində endirimdə deyil. Tam olaraq piknik üçün olan hissədir də, elə bir piknikə getmək üçün buradan rahat bir şəkildə almaq olar. Məsələn, 6 nəfərlik piknik seti, amma belə bir şeylər. Mən açığı heç baxmamışdım. Düzdür, mənim piknik üçün lazım deyil, amma rayon üçün lazımdır da. Baxıram belə. Gedən ayaq Lunanı da unutmaq olmazdı. Onun üçün də buradan 1-2 dənə yemək götürdük. Luna demişkən biz 2 gecə 3 günlük gedirik və bu vaxtda Luna necə qalacaq? Tək qalacaq? Nə olacaq? Maraqlıdırsa onu da sizə deyim. Lunanın qulaq yoldaşı mamadır. Mama sağ olsun. Biz evdə olmayanda o gəlir, Luna ilə qalır, Lunaya baxır, Lunanın əməlli başda nazını çəkir. Burada bilmirəm üz ifadəmdən hiss edirsiniz ya yox. Biz alış-veriş eləyəndə yoldaşıma zəng gəldi işdən. Mən də onu gözləyirəm ki, tez bir zamanda bitirsin telefon zəngini və biz də alış-verişimizi bitirək və artıq evə gedək. Qızlar yenə həmişəki kimi Lunaya baxın. Oturub orada və çox təlaşlı, həyəcanlı. Nə gözün qalır Luna pəncərədə? Çox münasib qiymətə 2 dənə paltar almışam Trendyoldan. Gəlin elə sizlə bir yerdə istəyirəm baxın. Fikirlərimi də elə sizlə bir yerdə bildirim. İkisi də yay üçün paltardır, ikisi də boş paltardır. 36 almışam. Bu elə öz ölçümü almışam. Bunu 38 almışam. Çünki həm də mən rəylərə də baxıram. Həmişə paltar almamışdan öncəki rəylərdə görüm alanlar kilosuna uyğun olaraq mı alır? Məsələn, mən orada vururam da öz kilomu 50-55 arası məsələn vururam oradakı görüm bu kiloda olanlar. Ay qızlar nə qəşəngdir. Material çox möhtəşəmdir. Vururam ki, görün bu kiloda olanlar normalda neçə ölçü alırlar. Baxın, bu belə sadə
adi köynəyinə paltardır. Giy çıx paltardır da qızlar. Sizin üçün yerləşdirəcəm linklərini, girin baxın. Bir də belə çox qəşəng rəngi çox xoşuma gəldi. Bunun başqa rəngləri var idi. Açığı narıncı ilə bunun arasında qaldım. Bunda material çox qəşəngdir. Qətiyyən pişdirməz də, yəni. Onsuz rənglərə də baxdım, hamı yazmışdı ki, tam yaylıqdır, geyin çıx. Yəni qətiyyən pişdirməz. Belə sərin saxlayan bir materialı var. Narıncı da qəşəng idi bu da. Amma bunu götürdüm mən. Bir də yaxası belə açıq qalma ehtimalı var. Yaxasından da belə balaca sancaqdan falan vursam, düşünürəm ki, problem olmayacaq. Kızlar, yadınızda geçen vloglarda dəyişmişdim kabronu və çox adam yazmışdı ki, bu da çox şirindir. Ona görə bu dəfə bu kabronu takacağım. Məncə Luna hiss edib ki, biz gedirik. Luna əsəbidir bax. Baxışlarından anlayıram. Hətta quyruğunu da yerlətdi. Sağ ol Luna. Sağ ol. Sağ ol. Sağ ol. Kızlar, siz ama bir dənə bura baxın. Neçə dənə üst geyim yığmışam. Hələ familində qucağımda var. Elə bilin ki, Sibirə da gedirik də. Deyirəm, hərəsinin havaya uyğunu, biraz qalın, orta qalınlıqda və incə. Bu arada elə Lənkəran vlogumdan istifadə eləyirəm. Bu fürsətdən istifadə eləyib bütün cənub zonasına qucaq dolusu salamlarımı göndərirəm. Astara, Lənkəran, Masallıda olmuşam və hərəsini də ayrı-ayrılıqda çox sevirəm. Ona görə indi də elə yolumuz Lənkəranadır. Qızlar, deməli belə azuqə yığmışam yol üçün. Bunu buzlatmışam. Bu Sprite burada çəkə bilmirəm də. Sprite buzlatmışam. Bir də belə çay dəsmalının içində bükdüm ki, şey olmasın. Nə deyirlər ona? Suyu zadı əridikcə də buzda axı. Bir də qəşəng dürümlər hazırlamışam. Sizə göstərim. Belə dürümlər. İçində KFC toyuq hissəcikləri var. Qəşəng bir şeydir. İndi bunu yeyək, sonra da yola düşək. Belə adi yolun qırağında saxlamışıq maşını. Belə. Demək qızlar, toyuqdur, pomidor, xiyar, belə bir də süd. Bir də biraz sos hazırlamışam. Və beləliklə biz Lənkərana daxil olduq. Bir Bakıdan uzaqlaşıb belə rayona gedəndə, yəni təbiət qoynuna gedəndə, bir də ki Şuvalana gedəndə mən sözün həqiqi mənasında rahat və təmiz nəfəs alıram. Qızlar, biz gəldik, çatdıq. Qoy 0.5-dən çəkim belə birincisi üçün. Buradan qapıdan girəndə belə bir şkafımız var. Burada asılqam var. 0.5-dən çəkəndə yaxşıdır, hər şeyi çəkir. Amma bir şey var ki, bulanıq çəkir. Işığı da gəlin yandıraq buradan. Gəlin sizə göstərim. Biz elə tutanda bizə dedilər ki, son bir dənə yer qalıb. Bu da ki, bitişik yataq deyil də, yəni double room deyil. Belə 2 dənəli ayrı-ayrı yataqdır. Biz də dedik əşi olsun. Çünki buranı həqiqətən istəyirdik. Belə nə bilim, mənə səliqəli gəlmişdi. Bu pəncərələr, pərdələri də gələn kimi mən açdım. Əslində baxın, belə yığılmış, belə bağlanmışdı. Çox qəşəngdir buranın mənzərəsi. Buranı çox bəyəndim. Burada oturub yemək, nə bilim, çay içmək və s. eləyə bilərik. Bunları güc bala ilə də açmışam. Çünki indi əynimi dəyişəcəm. Ona görə də istəyirəm əynimi dəyişim eləyim. Ondan sonra buraları yığanda qəşəng sizin üçün çəkərəm ki, mənzərəsi necə görsənir. Buranda deyəsən ayrı bir işığı var. Baxın bir dənə. Hə, buranda belə ayrı bir belə bir işıq var. Gəlib bayaqdan yandırardım, daha işıqlı olub görsənərdi. Gəlin indi sizə hamam tualetini göstərim. Burada da belə bir güzgüsü var. Saçım necə gəldi qızları yığdım. Elə belə formada. Yol məni yordu həqiqətən. Bilərək bayaq girdim, baxdım, səliqəlidir və ən əsası da təmizdir də. Bu arada qızlar, burada işıq var, nədir belə? Yox, elə beləymiş. Bu arada qızlar, bu reklam deyil. Nə indirim, nə əməkdaşlıq, nə reklam, heç bir şey deyil. Öz büdcəmizi vermişik, özüm axtarmışam, tapmışam və bura gəlmişik. Çox ümid edirəm ki, Lənkərandan sizin üçün çox gözəl bir vlog çıxarda bilərəm və ən əsası da bu işin stresini, bu həftələrin stresini, ayların stresini 2 günə də sığdıra bilsək nə yaxşı olar, 2 gündə dincəlsək nə gözəl olar və bu 2 gün ərzində də sizin üçün qəşəng bir vlog çıxartsam, yəni bu istirahətin mənim üçün əvəzi olmaz. Famil gəldi, gem qapını açım.
qızlar, bura çox qəşəng görsənir. Bura həyətidir qızlar. Səhər yeməyi bu tərəfdə də yemək olar, bu tərəfdə də yemək olar. Məncə danışarıq. Baxaq, bizdəyik, görək ki, hansı yer qəşəngdir, gözümüzə kəsdirək səhər. Çünki axşamlar rezerv vermək lazımdır səhər yeməyini. Belə bir şey dedilər bizə. Burada da belə bir körpü var. Bu istirahət mərkəzini demək olar ki, çay boyunca düzəldiblər. Yəni başdan sona istirahət mərkəzinin başından ayağına qədər tam olaraq çay içindən keçir. Evdə düzəltdiyim o dürümlər o qədər bərəkətli çıxdı ki, qızlar, deməli 4 dənə düzəltmişdim. İkisi Familə, ikisi mənə. Yol boyu ilə 2 dəfə yedik. Gəlib bura çatanda isə artıq ac değildik. Sadəcə çay və mürəbbə sifariş elədik. Oturduq belə çay kənarında, çay içərək söhbət elədik. Orada maraqlı belə gülməli bir şey oldu. İstəyirəm onu sizə danışım. Deməli qızlar, Joomla mənim ən sevdiyim Azərbaycan aksesuar brendidir. Oradan özümün aldığı, mənə hədiyyə alanlar, mənim bacım üçün hədiyyə aldığım en qədər aksesuarlar olub. Bu dəfə isə Joomla özü mənə hədiyyə göndərmişdi və göndərdiyi hədiyyələri istədim ki, rayona gələndə burada daha belə estetik şəkildə videosunu çəkim. Və göndərilən aksesuarların hər biri sırğa, sep, üzü qızıldan heç fərqlənmir. Yəni tam qızıla oxşuyur. Mənlə üzbəüz Familə iləşib, onun da arxasında bir ailə iləşib. Orada da bir yaşlı xanım var, mən tərəfə baxır. Mən kameraya aksesuarlarımı göstərdikcə xanım məni əməlli başlı süzür, diqqətlə mənə baxır və yanındakılara belə nəsə deyir. Dediyi şeydən də başa düşürəm ki, yəni qıza bax, o öz qızıllarını gör necə çəkir göstərir də, sanki belə mən səhv iş tutmuşam kimi. İndi gəldik otağa, əynimi dəyişəcəm, paltar geyinməyim, şalvar geyinim, bir də gördünüz də, yəni hava soyuq olar, çünki paltar biraz nazik. Nəysə qızlar, gedəcək indi buradan çıxaq, həm yemək üçün bir yer, həm də ki, gəzək də biraz buraları. Demək qızlar, bu vlogda ümumiyyətlə, ayaqlı qışların səsi, bu vlogda ümumiyyətlə getdiyimiz məkan, yemək yediyimiz yerlə heç birisi reklam deyil, bunu bir də deyirəm sizə. Yəni nəyi bəyəndim deyəcəm. Qaldığımız yerdə kravatlarını məsələn heç bəyənmədim, heç rahat deyil. Amma belə abu-havası çox gözəldir, həyəti, təbiəti, yəni çox gözəldir. O baxımdan çox bəyəndim. İndi yeməyə gedirik, axşam yeməyinə. Osa küçə deyilən bir yer var. Lənkəranlılar bunu biləcəklər. Pəmbəhidir, pəmbəkidir, nəsə belə bir şey. İstirahət mərkəzi var oralarda. İndi səhv deyə bilərəm, səhv deyirəmsə çox-çox üzürlü sayın. Həqiqətən də adları tam öyrənməmişəm, əzbərləməmişəm. Ora gedirik və ora gedəndə indi Familə deyirəm ki, sonra da izləyicilərimə də deyim. Həqiqətən də indiki dövr Instagram, social media dövrüdür. Əgər bir biznesin varsa, mütləq şəkildə onu gərək çəkib paylaşasan. Məsələn, bəlkə də indi yol boyu nə qədər istirahət mərkəzləri görürük, kafelər görürük. Bəlkə də həmin yerlərdə çox dadlı yeməklər var. Amma ki, bilmirik də, yəni oranı bizə məsləhət görən olmayıb. Amma mən Instagramda neçə dənə nəfərdən görmüşəm ki, sırf o gedəcəyimiz yer tərifləyirlər. Nə görə həqiqətən tərifə layiqdir ya yox. Oranı tərifləyir, ona görə yarım saatlıq yolumuz var, təsəvvür edin olduğumuz yerdən ora. Sırf axşam yeməyinə ora gedirik ki, nə olub ki, oranı tərifləyirlər. Saçım heç ürəyimə yatmadı da bugün, heç. Axşam gərək bu saçı uyuyum, bir də ubası edeyim, bəlkə onda ürəyimə yatar. Deyirəm qızlar, bu çantada mənlə day hər yerə gedir də, hər yerə. Burada mən belə bir şey gördüm. Restoranda yemək yesən də birinci olaraq təklif edirlər ki, qonağımız olun. Daha sonra israr eləyirsən və pulu səndən götürürlər. İnternetdə çox təriflənən həmin o yerə gəldik. Hansı ki, təkcə internetdə deyil, yoldaşımın bir iş yoldaşı var, o da buralıdır. O da ona sırf bu istirahət mərkəzini demişdi ki, yeməkləri çox qəşəngdir. Gözləyirik. Qızlar çox dadlı görünür və iyi, çox qəşəng gəlir. Görək indi həqiqətən də təriflənəcək qədər varmı?
Bu oturduğumuz hissədə masa yox idi. Bizə görə masa qoydular burada düz çayın kənarında. Əgər estetik, belə çox gözəl bir yer istəyirsinizsə, lüks bir yer istəyirsinizsə, bura gəlməyin. Bakıda onsuz da elə yerlər boldur və həmişə gedəndə elə yerə gedirik. Ona görə mən tam elə yer istəyirdim ki, təbiət olsun, nə bilim, belə lüks heç nə olmasın da, bir masa olsun, bir stulu olsun, oturasan dadlı, amma gözəl bir mənzərəyə baxıb yeməkləri yeyəsən. Biz əyləşən kimi menyu istədik, amma bizə dedilər ki, menyu yoxdur, belə şifahi deyə bilərsiniz. Yoldaşım da soruşdu ki, bəs nə yeməkləriniz var? Onlar da sadaladılar. Belə başa düşdüm ki, ən dadlı elə burada kebab yeməkdir. Yeməklərin, yəni kebabların dadına söz ola bilməzdi. Həqiqətən hər bir şeyi çox bəyəndim və porsiyaları böyük idi. Qiymətləri isə bir çox yerlərdən münasib idi. Baxın, sizin üçün kənardan da çəkmişəm ki, biz burada oturmuşduq. Kızlar, bunun bu tərəfi də var imiş. Belə bir şey də var. Üst hissələr də var. Kebabın dumanından çəkmək olmur. Qorxuram üstünə. Elə biləm bu dəqiqə su qırılacaq, gedəcəm yerə. Geri qayıdandan sonra elə qaldığımız yerdə biraz vaxt keçirdik. Axşam da əslində çox qala bilmədik, çünki həm də yol yorğunuyduk. Bugün biraz tez yatdıq. Sabahınız xeyir qızlar. Saat burada 8-in yarısıdır. 8-ə qalıb hətta. Durdum tez, dünən axşam duş aldım. Saçım şişib, çünki buranın havası həqiqətən də çox belə rütubəti var. Ona görə də saçımı şişirdir. Dünən duş aldım. Bu gün səhər durdum. Duran kimi saçımı uklatqa elədim. Maksimum bunu bacardım. Çünki başqa bir şey gətirməmişəm özümdən. Saç kremi, nə bilim, o fıs-fıslarım zadım heç nə gətirməmişəm. Bir dənə yaxşı ki, maskamı gətirmişdim. Çünki maska olmasaydı saçım colun-colu olardı. Yəni dəhşətli bir şey olardı. Hazırlaşacağım, biraz makyaj eləmək istəyirəm. Səhər yeməyini gedəcəyik. Saat 9-dan 11-ə qədər səhər yeməyidir. Elə dedim ki, elə 9-da gedək. Ən qəşəng yerdə oturaq, video falan çəkə bilim. Ümumiyyətlə getdiyim hər yerdə, ayala bu işıq düşür üzümə. Ümumiyyətlə getdiyim hər yerdə çalışıram ki, səhər tezdəndən elə saat neçədə açılırsa, o vaxtda elə gedəsən, səhər yeməyi yeyəsən. Həm də o vaxt çox adam olmur, az adam olur, adama ləzzət eləyir. Bir də qızlar, nə gətirmişəm, bizim nə lazım oldu sizə göstərim. Ağcaqanad dərmanı yaxşı gətirmişəm. Aparatı da özüm gətirmişəm, dərmanın da. Bu çox yaxşı bir şey oldu. Çünki axşam 1-2 dənə ağcaqanad var idi. Amma şükür Allaha ki, biz onu hiss eləmədik bunun sayəsində. Bunu gətirmişəm, yaxşı ki gətirmişəm. Elə bununla saçımı düzləşdirdim. Fen gətirmişəm, belə şotka daraq gətirmişəm. Bir də belə Morfosun darağını gətirmişəm. Bunlardan indi elə bayaqlarım istifadə elədim. Elə çox çeşid köynək gətirməmişəm. Evdə çəkmədim sizin, çünki burada çəkərəm. Belə ağ bir dənə sadə köynək gətirmişəm. 2 dənə bundan gətirmişəm. Bu qısa qoldur, vəbşə belə qolsuzdur. 2 dənə belə tişört gətirmişəm. Bunu dünən axşam geydim. İndi bunu geyinmək istəyirəm. Üstündən belə qəhvəyi rəngdə sportivni ilə. Bir də qızlar, makyaj şeylərindən çox şey gətirməmişəm. Bu mənim diskimdir. Salfetka niyə gətirmişəm bilmirəm. Nə qədər salfetka almışıq. Günəş kremi. Bunu təzə almışam bu arada. Heç sizə göstərməmişdim. Bunu əvvəlki qaba tökmüşəm. Amma bir dənə də varımdır hələ yarımçıq evdə. İsanadır. L'Oreal'ın bu dodaq boyasıdır. Bu da çox qəşəngdir qızlar. 630 nömrə gəlsə rəngini göstərim. Baxın, çox gözəl rəngi var. Bunu görə çantama atım. Şəkildə çəkdirəndə istifadə edəyəm. Sonra NYX'in belə concealer'dır. Bu L'Oreal'ın Infallible Gel lineridir. Yine NYX'in dodaq qələmidir. L'Oreal'ın stick göz kölgəsidir. Bu Temu'dan aldığım ən sevdiyim konturumdur. Bu da Golden Rose'un dodaq boyasıdır. Bu da çox gözəldir. Bu da L'Oreal'ın idi. Baxın. Ha yox, Divajın Bleskdir. Bu mənim ən sevdiyim qızlar. Mislindən yanağım üçün nə deyirlər buna? Ənlik. Bir də mənim vaz keçilməz BB kremlərim, Misha'nın BB kremləri 23 nömrə ilə
Bu da 21 nömrəni mən qarışdırıb istifadə edirəm. Çünki 23 biraz tünd gəlir, 21 isə biraz az açıq gəlir. Mən aksesuarlarıma baxıram ki, yenə də bir dənə içində silver aksesuar yoxdur da, hamısı qızılıdır. Bunlar Joomla-dandır. Bu saatım da olmazsa olmazım. Bu mənim bilirsiniz artıq. Baxın, çox qəşəngdir. Mən bunu şəkildə heç görməmişdim. Sən demə, bunun bu tərəfində də belə bir qaş var. Hər iki bitişində qaş var. Bunu elə bilim bağladım. Sonra burada mənim bir izləyicimdən gələn hədiyyəm də var. Baxın, bu çox gözəldir. Bunu çox bəyənirəm, bu boyun bağını. Onu da elə taxıram sevə-sevə. Bir də bu da mənim o izləyicimdən gələn qolbaqdır. Bu da çox gözəldir. Belə qızlar. Nəysə, tez hazırlaşım, tez bazar, gedək səhər yeməyinə. Gedək səhər yeməyimizi yeyək. Ondan sonra da inanırsınız hələ araşdırmamışam. Famil ilə mənə Bakıdan gələndən deyir ki, araşdır hara gedək, araşdır hara gedək, araşdır hara gedək. Onu mənə tapşırıb. Amma mən də indi dedim ki, gedək səhər yeməyi yeyək, səhər yeməyi yeyək. Mən araşdıracağam ki, bugün hara gedək, haranı gəzək. Çünki bugün yəni son günümüzdür. Biz 2 gecəlik götürmüşük. Son günümüzdür deyəndə ki, bu gecəlik qalırıq burada. Sabahlarım artıq səhər check-out edirik və oteldən çıxırıq. Biraz da gəzə bilərik. Sonra isə Bakıya qayıtmalıyıq. Gəlin sizə qızlar, kotecin çölünü göstərim. Belə koteclərdir. Tayı o başa qədər gedir. Burada bizim maşınımızı saxlamışıq belə. Hər kotecin yanında da maşın saxlamağa özün üçün yeri var. Və qızlar, təbiətin səsindən bilməm, mənim səsimi eşidirsiniz ya yox. Mən yenə mikrofonumu evdə qoymuşam. Eybi yox, amma heç nə olmaz. Qoy təbiətin səsi gəlsin. Bu vlogda mənim səsim az gəlsin diyorlar. Onsuz da üstündən yazıram da. Səsimi onsuz da eşidirsiniz. Çıxmışıq indi gəzməyə. Bu tərəflərdən heç gəlməmişdik dünən. Bu kotejlərin bitişdiyi, daha doğrusu bitdiyi yerdir. Gözəldir qızlar. Təbiəti çox gözəldir. Lənkəranda mən olmuşam. Famil ilk dəfə də olurdu. Mən Lənkəranda olmuşam. Lənkəranı əvvəl də çox bəyənirəm. Düzdür, bu tərəflərində olmamışdım, açığım desəm. Ən çox şəhər tərəfində olmuşdum. Xəzərə yaxın hissəsində olmuşdum və o vaxt elə Lənkəranı çox bəyənmişdim. İndi də bir ayrı bəyəndim. Burada belə bir şey var. Burada mən elə başa düşürəm ki, nəsə səhnədir də, elə bilin səhnə, konsert falan nəsə keçirilib. Bilməm, bəlkə də çoxdandan olmuş bir şeydir. Dünən uşaqlar oynayırdı deyə buraları çəkə bilmədim ki, başqalarının uşağı istər-istəməz izinsiz, icazəsiz düşməsin. İndi bu belə bir şey də var. İndi çəkdim ki, səhər rahatdır, sakitlikdir. Həyəti belədir. Salam. Ümumiyyətlə Lənkəranda pişiklər çox az deyə qızlar. Bu gördüyümüz bəlkə də dünəndən ikinci ya üçüncü pişik ola bilər. Hamilə deyirəm ki, bu pişik restoranın pişiyidir. Demək olar bütün günü buradadır həyətdə. O nələr yeyir buradan, kabablar, nə bilim nələr. Amma familin yenə də ürəyi dözmədi. Getdi maşından pişik yeməyi gətirdi, tökdü onun üçün. Kızlar, bu da bizim səhər yeməyimiz. Hələ isti yemək gəlməyib, isti yemək gələcək birazdan. Nə yalan deyim, yemək qabağıma gələndə elə bildim ki, mən bundan doymayacağam, yemək çox azdır. Amma qoyduqları bal, nə bilim o kərə yağı, yumurtanın özü, həqiqətən də hər bir şey necə təbii olduğunu yedikcə hiss eləyirsən. Və ən sonda qabağımdan da qaldı. Yəni başa düşdüm ki, az deyilmiş, həqiqətən tutumlu və doyumculuymuş. Bəzi yerlər var ki, blogerlərin, yəni influencerlərin gedib həmin yerləri reklam eləməyini çox bəyənirəm. Çünki özümüz də öyrənirik də, yəni harda nələr var. Amma biz bir şeyin də şahidi olmuşuq ki, əvvəllər çox bəyəndiyimiz bir məkan var idi. Yəni gedib qalmaq üçün çox əla bir yer idi, yemək üçün də əla idi. Amma bir-iki bloger gedib həmin yeri reklam eləyəndən sonra həmin yerin qiyməti hədsiz dərəcədə çox qalxdı və xidməti də aşağı düşdü. Rayonlarımızda elə gözəl yerlər var. Həqiqətən adam gedib istirahət eləmək
istəyir. Elə istəyirsən ki, pulunu öz ölkəndə xərcləyəsən. Bir də qiymətlərinə baxırsan ki, qiymətlər od tutub yanır. Yəni bura o qiyməti verməkdənsə ondan az pulu ölkə xaricində vermək olar. Sizin bəyəndiyiniz, qiyməti münasib, həmçinin də çox gözəl istirahət mərkəzləri varsa yazın, bizdə baxaq. Qızlar, mən neçə vaxtdır deməyim, bəlkə də illər olar artıq Azərbaycan telekanallarına baxmıram. İndi bir də veriliş açmışam. Bu verilişin adı Bir Balaca Oyundur. Veriliş deməli qızlar, budur bir balaca oyun. Qızlardan birindən soruşurlar ki, bəs çox maraqlıdır bu arada veriliş. Qızların birindən soruşurlar ki, bəs siz hansı işi görmək istəyirsiniz də gələcəkdə böyüyəndə həm çox pul qazandırsın, həmçinin də ki asan olsun. Qızın biri sizcə nə dedi? Dedi ki, blogerlik. Dedi ki, bloger olsam həm çox pul qazanaram, həm də ki asan da olar işim. İndi görürsünüz, uşaqların fikri belədir. Hava çox qəşəngdir, isti deyil və soyuq da deyil. Sərin, gözəl belə, həqiqətən çox qəşəng hava var. İndi gedirik internetdə yer tapdım. Sizə dedim, səhər yeməyi yeyəndə baxacağam. Baxdım, yer tapdım. Xambulan ərazisinə gedirik. Xambulan gölü var, çox gözəldir, çox bəyəndim videolarda. Gedirik indi ora. İnşallah ki, qəşəng bir yer taparıq orada da oturmaq. Xambulana gəldik. Baxın necə gözəldir. Sadəcə hələ tam buradan girmək istəmirik, çünki burada çox elə gəziləsi bir yer yoxdur da. Bir dənə yer tapmışam. Bilmirəm ki, amma haradır ora. Məsələn, Qubalı tanışım var, iş yoldaşımdır. Quba tərəfə gedəndə hər şeyi o mənə, yəni xırdalığı ilə izah eləyir ki, nədir, hara gedə bilərsən, haranı gezə bilərsən. Kaş Lənkəranlı izləyicilərimdən əvvəlcədən soruşardım ki, haralara necə getmək lazımdır. Çox gözəldir. Yəni buradan belə baxıram, adam sadəcə valeh olur da, belə möhtəşəmdir. Sadəcə buradan necə getmək lazımdır, harasından getmək. Mən bir dənə Instagramda video görmüşəm. Deməli, həmin videoda şey var, masa qoyublar belə, taxta masa, üstünə çay qoyublar və həmin hissədən çox gözəl görsənir Xambulan gölü. Həmin hissəni istəyirəm, amma həmin hissə, o hansı restorandır, hansı kafedir, adını bilmirəm. Mən yaxşı çıxardım. Mən yaxşı Biz qaldığımız yerdən çıxanda hava bu dərəcədə isti deyildi. Burada bilməm üzümdən hiss edirsiniz ya yox. İsti məni elə vurub ki, həm də elə yorulmuşam ki, yorğunluq üzümdən bilinir. Həmin o sizə dediyim yeri tam olaraq tapmadım. Bəlkə də bu ərazidə olan bir yer idi, bilmirəm. Bəlkə də elə oturduğumuz yerdən çəkilmiş bir kadr idi, onu da bilmirəm. Səhər yeməyini elə təzə yemişdik deyə tam toxuyduq. Ona görə elə burada da çay götürdük. Buranın adını tam bilmirəm, Xambulan olmalıydı. Belə pilləkənlərlə yuxarı belə uzun bir yol çıxırsan, restoran yuxarı hissədə yerləşir və Xambulan gölü tamamilə görünür. Lənkəran qalasıdır, amma biz gəldik belə baxaq buralara, amma çox da gəziləsi yeri yox imiş. Bu Lənkəran qalasıdır, bu da Samavar abidəsi. Burada nəsə tikinti işləri gedir, yəqin gələcəkdə nəsə turistik bir yer eləyəcəklər. Dünən günorta yeməyə gəldiyimiz yerə bugün günortada gəldik, çünki dünən çox bəyənmişdik. Sadəcə bu günlərim kebabdan əlavə olaraq badımcan ləvəngisi, bir də qozlu kük götürdük. Axşam qaldığımız yerdə həyətə gəldik. Həyətdə bu həyət dediyim hissə çay qırağının yanıdır, hansı ki səhər yeməyi yediyimiz hissədir. Gəldik, oturduq burada həm söhbət eləmək, həm də ki o abur-cuburlarımızı yeməyə. Arxada mafiya oynayırlar. Biz də öz şeylərimizi gətirmişik. İndi burada axşam yeyib içməyi. Ancaq səhər yeməyini elə bu çay kənarında yemək, səhər durursan, təmiz hava, belə gəzinti, sırf bunlara görə belə Bakıdan 3 saatlıq yolu gəlməyə dəyərdi. Qızlar, bura mətbəxi. Təkirəm, get.
yığışmışıq artıq. Yığışmışıq deyəndə ki, hər şey özüm yığışdırmışam. Çantalarımızı yığışdırmışam. Nə bilim hər şeydə. Dəsmal. Ay, əlimdə qurtuluq böcək var. Famil də onu götürdü. Famil deyir ki, yeməyimizi yeyək, sonra harasa gedək. Amma mən evə getmək istəyirəm. Dünərlərim səhər yeməyini o biri tərəfdə oturmuşduq. Bu gün səhər yeməyini bu tərəfdə seçdik ki, bu tərəfdə də oturaq. Amma heç restoran ikinci mərtəbəsində oturmadıq. Nə bilim, çay kənarında oturmaq mənə daha maraqlı gəlir. Qızlar, bir dənə yağış yağmağa başlayıb, dəhşət. Artıq biz gedənə yaxındır, buraları açdım. Bilməm, səsi gəlir yoxsa yox. Bir dəqiqə açım sizə göstərim bu tərəfi. Ay, telefonum yaş oldu. Əməlli. Kotecin bu hissəsi pərdələr açıq şəkildə necə görsənir vloqun əvvəlində çəkməmişdim. Nəhayət ki, vloqun axırında sizlər üçün bu hissəni belə çəkdim. Belə qızlar, bu vloqumuzun demək olar ki, sonuna gəldik, çatdıq. Artıq yola çıxacağıq Bakıya. Ümid edirəm ki, siz bu vloqu bəyəndiniz. Sizləri çox sevirəm. Gələn vloqlara dək. Hələlik.